Şabran, Quba, Xaçmaz, Lənkəran, Astara, Cəlilabad, Balakən, Zaqatala, Qazax, Ağstafa, Tovuz kimi ərazilər şəhərdir yoxsa rayondur? Cavab hər ikisi. Həm şəhərdirlər, həm də rayondurlar. Şəhər və rayon sözləri demək olar ki, bütün insanlar işlədirlər. Lakin müşahidələr göstərir ki, insanlar bir çox halda bu iki anlayışı qarışdırırlar və yaxud da tam olaraq fərqləndirə bilmirlər. Məsələn, Azərbaycanda bir çox insan düşünür ki, şəhər dedikdə biz yalnız Bakı, Sumqayıt və Gəncəni nəzərdə tuturur. Azərbaycanda rayon sayı şəhərlərdən daha çoxdur. Ancaq biz statistikaya baxdıqda görürük ki, Azərbaycan Respublikasında 67 inzibati rayon, 79 şəhər var. Yəni şəhər sayı rayondan daha çoxdur. Bəs bu necə olur və ümumiyyətlə bu iki anlayışı necə fərqləndirə bilərik? Bu haqqda danışaq. Birincisi, biz şəhər dedikdə konkret olaraq infrastrukturun daha yüksək inkişaf etdiyi, əhalinin kompakt yaşadığı və qeyri-kənd təsərrüfatında əsasən xidmət sektorunda işlədiyi yaşayış məskənləri nəzərdə tutulur. Şəhərdə əhali sayı haqqında dəqiq bir bölgü olmasa da, Azərbaycanda əsasən əhalinin sayı 5000 nəfərdən çox olan və qeyri-kənd təsərrüfatında çalışdığı kompakt yaşayış məskənləri şəhər hesab olunur. Bu ölkədən ölkəyə fərqlənə bilir təbii ki, anlayış olaraq. İnzibati rayon dedikdə isə rayonun içinə şəhər, kənd və qəsəbə aid ola bilir. Yəni rayon bunların birləşdiyi bir ərazi vahididir. İnzibati rayonun içində ona tabi olan şəhər və kəndlər olur. Bu məsələni daha yaxşı anlamaq üçün konkret nümunələrə baxın. Baxın, məsələn, Şabran, Quba, Xaçmaz, Salyan, Sabirabad, Zaqatala, Cəlilabad, Şəki və s. Bunlar rayondur yoxsa şəhərdir? Əslində bunlar həm şəhərdir, həm də rayondur. Bu necə olur? Buna aydınlıq gətirir. Məsələn, Şabran şəhəri dedikdə biz Şabran rayonunun mərkəzi hesab olunan, infrastrukturun daha yüksək inkişaf etdiyi, sırf Şabran şəhərinin özünü nəzərdə tuturuq. Şabran rayonu dedikdə isə həm o şəhərin özü, həm də Şabran rayonuna tabi olan kəndlər birlikdə Şabran rayonunu əmələ gətirirlər. Yəni əslində Şabran inzibati rayonu Şabran şəhərindən daha böyükdür. Və yaxud da bu Quba üçün də belədir. Quba rayonu dedikdə Quba şəhəri və həmçində rayona daxil olan kəndlər və qəsəbələr birlikdə ərazi olaraq nəzərdə tutulur. Quba şəhəri isə sırf mərkəz olan, həmin infrastrukturun daha yüksək inkişaf etdiyi və əhalinin qeyri-kənd təsərrüfatında çalışdığı həmin Quba şəhəri yaşayış məntəqəsi hesab olunur. Bəs əgər belədirsə düşünə bilərsiniz ki, rayon və şəhər sayı bərabər olmalıdır. Bəs niyə görə 79 şəhər, 67 rayon var? Niyə şəhər sayı daha çoxdur? Buna da aydınlıq gətirir. Birincisi ona görə ki, bəzi şəhərlər var ki, onlar heç bir inzibati rayona aid deyil. Məsələn, insanların el dilində daha çox şəhər olaraq adlandırdığı Bakı, Sumqayıt, Şirvan, Gəncə kimi şəhərlər, bəli, bunlar heç bir inzibati rayona aid deyil. Yəni, belə demək olarsa müstəqil şəhərlərdir. Bir də belə bir məsələ var ki, bəzi rayonların tərkibində iki şəhər var. Məsələn, Xaçmaz rayonunun tərkibində həm Xaçmaz şəhəri, həm də Xudaç şəhəri var. Burada Xaçmaz şəhəri Xaçmaz inzibati rayonunun mərkəzidir. Xudaç şəhəri isə sadəcə rayonun tərkibində olan ikinci bir şəhərdir. Və yaxud da Cəlilabad rayonunda Cəlilabad və Göytəpə şəhəri, Lənkəran rayonunda Lənkəran və Liman şəhərləri kimi şəhərlər var. Və bu kimi nümunələrə görə şəhər sayı inzibati rayon sayından daha çoxdur. Düşünürəm ki, artıq hər birimiz şəhər və rayonun tam olaraq nə mənaya gəldiyini bilirik və həmçinin bunu da bilirik ki, eyni ilə Bakı, Sumqayıt, Gəncə kimi Qubada, Xaçmaz da, Şabran da, Cəlilabad da, Qazax da, Ağstafa da, Tovuz da eyni ilə şəhərləri